qonağımız vəkil Turan Abdullahzadədir. Turan bəy, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Xoş gördük. Turan bəy, çox vacib bir məsələdən danışırıq. Bu miras məsələləridir, vəsiyyət yazmaq ənənəsidir. Ümumiyyətlə, bizdə vəsiyyət yazmaq ənənəsi sizcə nə dərəcədə formalaşıb və məhkəmə proseslərində mirasla bağlı prosedurlara tez-tez rast gəlirsiniz? Çox maraqlı bir mövzuya toxunuruq bu günləri. Bildiyiniz kimi, vəkillər daha çox praktiki sahədə, yəni təcrübəsi daha çoxdur, yəni bu məsələ ilə bağlı. Ümumiyyətlə, vərəsəlik mülki hüququn ən geniş sahələrindən biridir və olduqca mücərrəd və abstrakt orada müddəalar var və hətta hüquqşünasların özləri belə vərəsəlik məsələsində çətinlik çəkir. Amma mən bu günlərim çalışacağım ki, ən önəmli məsələləri qeyd edeyim. Buyurun. Ümumiyyətlə, Azərbaycan məhkəmələrində ailə mübahisələrinin mühüm bir qismi vərəsəlik mübahisələrindən qaynaqlanır və vərəsəlik mübahisələri digər mübahisələrdən fərqli olaraq illərlə davam edən bir prosedurdur və vərəsəlik mülki məcəllənin yəni 1133 və 1325-ci maddələrində orada qeyd olunur ki, vərəsəlik iki qaydada yaranır. Bir vəsiyyətnamə üzrə, bir də qanun üzrə. Qanun üzrə vərəsəlik o zaman yaranır ki, vəsiyyətnamə olmasın. Vəsiyyətnamənin mövcudluğu qanun üzrə vərəsəliyi artıq istisna edir. Yəni, şəxs vəsiyyətnamə qoyursa, artıq o əmlakının taleyini həll etmiş olur. Lakin burada bir məqam var. Çox vaxtı problem də buradan qaynaqlanır. Vəsiyyətnamə olur, amma yenə də digər hansı ki, vəsiyyət olunmayan şəxslərin orada məcburi payı olur. Və bu da gələcəkdə yenə də vərəsələr arasında problemə gətirib çıxardır. Çünki belə deyək ki, hansısa bir oğul və yaxud da qız Rusiyada yaşayır, heç atası ilə, anası ilə maraqlanmayıb, heç bir xeyir işdə, şər işdə iştirak etmir. Ancaq sonda rəhmətə gedən zaman, valideynləri rəhmətə gedən zaman gəlir, çıxır və deyir ki, mənim də burada payım var. Bəli, bunun hüquqi mexanizmlərini, yəni vətəndaşların çoxsuna aydın olmadığı üçün bu mexanizmlər çox vaxtı burada boşluğa görə həmin o vərəsə də müəyyən pay hüququna sahib olur. Bunu necə aradan qaldırmaq olar? Yəni, qanunvericilikdə bunun hüquqi mexanizmləri var. Mən məsləhət görərdim ki, bununla bağlı ya valideynlər öz sağlıqlarında hansı vərəsəyə bağışlamaq istəyirlərsə, yəni əmlakı tamamilə vəsiyyət etmək istəyirlərsə, bağışlama həyata keçirsinlər. Yəni, bağışlama, yəni hədiyyə müqaviləsi formasında öz əmlaklarını istədikləri övladına bağışlasınlar. Və yaxud da bu mümkün olmadıqda, bəzən mümkün olmur. Çünki evdə qeydiyyat məsələləri var. Yəni, belə deyək də, digər övladlar da orada qeydiyyatda olan övladlar ola bilər və bu bağışlanma həyata keçməyə bilər. Bu zaman nə etmək lazımdır? Bu zaman yenə də bütün əmlakı vəsiyyət edilir, bütün əmlak vəsiyyət edilir, lakin burada məcburi pay qalır. Həmin məcburi paydan məhrum etmək isə onun müəyyən hüquqi əsasları var. Yəni, məcburi paydan da... Nədir o əsaslar? Buyurun. Məcburi paydan məhrum etmək üçün bayaqda sujetdə qeyd edildiyi kimi, əgər miras qoyanın son iradəsini həyata keçirməyə qəsdən maneə törətmiş, özünün payının qəsdən artırılmasına nail olmağa çalışan, miras qoyana qarşı cinayət və yaxud da digər əxlaqsız hərəkət etmiş şəxsi, həmin o miras qoyan sağlığında məhkəməyə müraciət edərək ləyaqətsiz vərəsə elan etməlidir. Əgər həmin şəxs ləyaqətsiz vərəsə elan olunmasa, qanun deyir ki, onun da pay hüququ var. Yəni, qanunvericilik, yəni ümumiyyətlə vərəsəlik hüququ davranışa əsaslanmır, qohumluq faktına əsaslanır. Məsələn, mülki məcəllədə qeyd olunur ki, 1159-cu maddədə qeyd olunur ki, kimlər birinci növbə vərəsədir? Yazır orada ki, yəni uşaqlar, valideynlər, ər-arvad, övladlığa götürülənlər. Yəni, bunlar birinci növbəli vərəsədir. Yəni, əgər məhrum etmə məsələsi ortaya çıxırsa, yəni tamamilə sən övladını və yaxud da valideynini demək, vərəsəlikdən məhrum etmək istəyirsənsə,
tam, yəni tək vəsiyyətnamə kifayət etmir burada. Burada vəsiyyətnamənin, çünki məcburi pay nədir? Məcburi pay qanunvericiliyə əsasən vəsiyyətnamənin məzmunundan asılı olmayaraq şəxsin məcburi payı var. Məcburi payda necədir? Qanun üzrə ona çatası payın yarısı. Məsələn, normalda 100% çatmalıdır pay, məcburi pay isə 50%-dir. Yəni 50% bunun toxunulmaz hissəsidir. Həmin toxunulmaz hissədən də onu məhrum etmək üçün mütləq qaydada əgər əsas varsa, yəni təbii ki, ləyaqətsiz vərəsə hesab olması üçün bayaq sadaladığım əsaslar olmalıdır ki, onu tamamilə məhrum edə bilərsiniz və yaxud da ən yaxşı yol odur ki, bağışlanma formasında. Çünki qanunvericilik deyir ki, 2 il bağışlanmadan 2 il keçirsə artıq o miras payına daxil edilmir. Artıq o kimə bağışlanıbsa onundur. Qaldı ki, vəsiyyətnamə məsələsinə ki, niyə bizdə vəsiyyətnamə mədəniyyəti məsələsi? Bunun 2 səbəbi var. Azərbaycanda vəsiyyətnamə mədəniyyətinin inkişaf etməməsinin 2 səbəbi var. Birincisi, elə Azərbaycan mentalitetinin müəyyən çalarlarıdır. Bəli. Yəni, mədəni maneələrdir. İkinci məsələ isə hüquqi maarifləndirmə işinin zəif aparılmasıdır. Nəyə görə? Çünki vəsiyyətnamə qoyan şəxs, ümumiyyətlə, vəsiyyətnamə ölümü xatırladan bir sənət kimi yada düşürür. Sanki vəsiyyətnamə qoyan şəxsin ölümünü istəyirlər. Həmişə belə bir nənələrimizin... Ölümə çox yaxın. Bəli. Düşər-düşməzi var belə. Düşər-düşməz var. Hətta bizim nənələrimizin belə bir sözü var ki, mən hələ ölməmişəm ki, nə olub? Amma bilmək lazımdır ki, vəsiyyətnamə ölümü düşünmək deyil. Ölümündən sonra sevdiklərin üçün ata biləcəyin ən məsuliyyətli addımdır və sabahı planlaşdırmaqdır. Yəni, sağlam planlaşdırma etməkdir və bu sağlam planlaşdırma gələcəkdə nəsillər arasındakı o negativ irs qoymamaqdır və nəsillərin bir-birinə düşmənçiliyinin qarşısını almaqdır. Yəni, bunu hamı mehriban olsun. Bəli, inanın ki, mənim təcrübəm də bunu deyir. İndi suallar yaranarsa, vətəndaşların da sualları olarsa cavab verər. Dediyim kimi, ümumiyyətlə, vərəsəlik mübahisələri ən azı 3-7 il davam edir. Və burada qardaş bacı həmin ərəfədə bir-birinə danışmır və onların uşaqları da bunu görür. Və dediyim kimi, negativ məsələlər ortalığa çıxır. Yəni, əslində valideynlərin uşaqlara qoyacağı ən möhtəşəm, ən gözəl, belə deyək də, elə miras sağlam planlaşdırma olmalıdır. Yəni, Fransada, İtaliyada, yəni bu kimi Avropanın inkişaf etmiş ölkələrində əhalinin 60-70%-i yəni artıq vəsiyyətnamə qoyur. Yəni, sağlığında vəsiyyətnamə qoyur. Yəni, bu artıq elə bir haldır ki, yəni öz qohumlarımda belə mən bunun şahidi oluram ki, qardaş bacı bir-birinə düşmən kəsilir. Çünki orada ailə münasibətləri, ədalət hissi, vicdan və hüquq kəsişir. Yəni, bir tərəfdə hüquq, bir tərəfdə ailə münasibətləri və onlar toqquşanda o çox faciəvi nəticələr. Halbuki, məsələn, atadır ya da anadır, yaşlanıb, 70 yaşı var, 80 yaşı var, vaxtında vəsiyyətnamə qoysa, o övladlar bir-birindən düşmən olmayacaq. Qəbul edəcək ki, atam son iradəsini belə istədi, belə gördü, belə böldü. O özü də bir mənəvi dəyərdir bizdəki valideynin son istəyini. Bəli, artıq düşmən olmurlar. Amma o ki, bölünmə məsələsi var, tortun hansı hissəsi, dadlı hissəsi məsələsi. Orada o deyir ki, bu mənimdir, bu birisi deyir ki, yox, bu hissə mənimdir, o hissə mənimdir, bölə bilmirlər və s. Bu mübahisə heç vaxt bitmir, uzandıqca uzanır. Bir məsələ var, çox üzr istəyirəm. Mən, bax, vəsiyyət yaxşı necə yazılır? Bax, sadəcə bir oturdu, vəsiyyətini yazdı, bu artıq hüquqi sənəd sayıla bilərmək. Yəni, prosedur necədir? Bəlkə kimsə yazmaq istəyir, bilmir, yolunu bilmir. Bayaqki süjetdə də qeyd olunduğu kimi, ümumiyyətlə, notariat orqanında yazılmış vəsiyyətnamə daha mötəbər sayılır. Çünki o şahidlərin iştirakı olur orada və rəsmi prosedur olur, notariusun təsdiq olur və digər o rəsmiləşdirmələr aparılır. Amma qanunvericilikdə ev vəsiyyətnaməsi deyilən bir şey var. Əslində, ev vəsiyyətnaməsinin özü də notariusa təhvil verilməlidir. Amma bir anlıq hesab edək ki, son ölüm ayağındadır və adam yəni fəaliyyət qabiliyyətlidir, yəni öz sərbəst iradə ifadəsini həyata keçirə biləcək bir durumdadırsa, ev vəsiyyətnaməsi yazır və ora imzasını atır və onun digər sənədləri də var, orada imzaları var. Yəni hesab edirəm ki, son macalda, yəni artıq biz notariusa gedə bilmiriksə, yəni elə bir vəziyyətdir ki, artıq o
öz həyatını tapşırır və dünyadan köçür. Yenə də o vəsiyyətnamə yazarsa, onu haradasa imza nümunələri ilə sübut eləmişə və şahidlərlə sübut etmək olar ki, bu adam son iradəsini, düzdür, çətin olur o. Çünki onun sübuta ehtiyacı var. Ev vəsiyyətnaməsi biraz notariusun vəsiyyətnaməsi kimi daha mötəbər sənəd kimi çıxış edə bilmir. Çünki o mübahisələndirməyə biraz açıqdır, etibarsızlığa biraz açıqdır. Çünki qeyd olunduğu kimi, onun axı bu ölən məqamda anlaqsız vəziyyətdə ola bilər. Çünki biz bilirik ki, ölən insanın çox vaxtı qarabasmaları olur, o öz fəaliyyət qabiliyyəti məhdudlaşır və s. və ilə axır. Amma yenə də deyirəm ki, olmamaqdansa ev vəsiyyətnaməsinin olması daha yaxşı. Amma mübahisələrə gətirir, çıxarır. Bir prosesdir də, uzun bir proses ola bilər. Bəli, mübahisələrə səbəb ola bilər. Amma ev vəsiyyətnaməsinin olması hər bir halda gələcəkdə o kimə vəsiyyət olunubsa, onu bir addım önə çıxarda bilər. Bəs vəsiyyətnamə hansı hallarda etibarsız hesab olunur? Bunu da açıqlayaq bilək. Əgər qeyd olunduğu kimi, əgər miras qoyanın tam fəaliyyət qabiliyyətli olmasına dair şübhələr varsa, yəni praktikamda da olub, ona misal çəkəcəm. Yəni artıq o öz hərəkətlərini idarə edə bilmirsə, anlaqsız vəziyyətdədirsə və yaxud da şuuru daralıbsa və yaxud da hər hansı bir xəstəlikdən uzun müddətli, məsələn, onkoloji bir xəstəlik ola bilər, digər bir ağır xəstəlikdən, xroniki, hər hansı bir psixoloji xəstəlikdən əziyyət çəkirdisə, həmin vaxtda onun qoyduğu vəsiyyətnamənin etibarsızlığı ilə bağlı vərəsələr, yəni maraqlı şəxslər iddia qaldıra bilərlər və bunu amma sübuta yetirməlidirlər ki, yəni burada şahidlər olmalıdır, xəstəlik kağızlarının və s. Məsələn, mənim öz praktikamda belə bir iş olmuşdu. Ucar rayonunda 2009-cu ilə aid bir hadisə idi, hansı ki, o vaxt atası, biz aşkara çıxartdıq ki, onun atası o vaxt şizofreniya xəstəsi olub. Və o qardaşına, oğlu dura-dura qardaşına vəsiyyət eləyə bilməz. Axı bunun oğlu var, yeganə oğlu dura-dura, birinci növbə vərəsəsi dura-dura bu öz qardaşına vəsiyyət edə bilməzdi. Biz onu aşkara çıxartdıq. Və onu aşkara çıxardandan sonra 2009-cu ildə baş verən hadisə bu il artıq 2026-cı ildir. Yəni illər sonra artıq vətəndaş haqq yerini tapdı, necə deyirlər. Bəli, haqq yerini tapdı, bəli. Müəyyən elədik ki, yəni o sənədləri gizlətmişdilər. Yəni notariusdan da gizlətmişdilər. Dövlət orqanlarından da gizlətmişlər. Biz müəyyən elədik ki, o arxiv sənədləri çıxardı, o Milli Arxiv İdarəsi, Ədliyyə Nazirliyinin notariat arxivi, oradan sənədlər çıxardı, xəstəxanalara sorğu verildi və s. Yəni müəyyən olundu ki, həqiqətən də onun atası şizofreniya xəstəsi olub. Və o şizofreniya xəstəsi olan ata öz əmlakını vəsiyyət edə bilməzdi öz qardaşına, oğlu dura-dura. Axı oğul onun birinci növbəli vərəsəsidir, amma qardaş üçüncü növbə vərəsəsi. Demək ki, orada saxtakarlıq olub da. Çünki insan olan yerdə və mülk olan yerdə, çünki bayaq dediyimiz kimi insan nəfs məsələsidir, bəli. Qanunvericilik tərəfindən danışırıq. Siz necə düşünürsünüz, Turan bəy? Ümumiyyətlə, miras, bölgüsü aparmaq baxımından qanunvericiliyimiz kifayət qədər əhatəlidirmi? Dəyişiklik olmalı olduğunu düşündüyünüz bir yer varmı? Hər hansı bir boşluq olduğunu düşündüyünüz məqamlar varmı? Nəyisə təkmilləşdirmək olarmı bu sahədə? Bildirirəm ki, bizim mülki məcəlləmiz Almaniya mülki məcəlləsində modifikasiya olunub. Yəni, Almaniya məcəlləsində qeyd olunan müddəalar bizdə də var. Yəni, mən ümumiyyətlə hər zaman deyəndə ki, məsələn, qanunda müəyyən nöqsanlar var və yaxud da qanunda boşluqlar var. Təbii ki, var. Bu şübhəsiz hal. Amma mən belə yanaşıram ki, məsələyə. Qanundakı boşluqlardan çox praktikaya gələndə boşluqlar yanadır. Məsələn, süni əngəllər, adicə indi yəni notariuslarda məni bağışlasın. Yəni notariuslarda həddindən artıq formallıq var müəyyəndə. Mən bir praktiki cəhətdən deyirəm. Yəni bunu mən bir belə deyək inkişaf üçün deyirəm ki, yəni biz bu günləri müəyyən bir məsələləri biz tənqid eləməliyik ki, cəmiyyətdə. Bəli, cəmiyyətdə məsələn asan xidmətin özündə də məsələn asan xidmət həqiqətən də bir mütərəqqi bir sistemdir. Yəni doğrudan da elədir. Amma bir də görürsünüz ki, orada da müəyyən bir nöqsanlar, bir formallıq yaranır. Bəzən əslinə qalanda, məsələn, həmin orqanların özündə də əməkdaşla danışırsan, əməkdaş sənə başqa söz deyir. Yəni görürsən ki, əməkdaşın hamısı hüquqşünas deyil. Görürsən ki, bunun hüquqi savadı çatmır, buna nə deyilibsə. Amma gedirsən, oranın hüquqşünası ilə danışırsan, rəhbəri ilə danışırsan, deyir ki, yox, elə şey yoxdur, əslində siz haqlısınız. Yəni, bax, belə praktiki məsələlərdə var. Məsələn, vəsiyyətnamə var,
notarius gəlir, vəsiyyətnaməni təsdiq eləyir. Orada qanunverici imkan verir ki, nəyi necə etmək lazımdır. Amma bəzən notariuslarda və digər dövlət qurumlarında müəyyən bir formallıq var və biz bu formallıqdan hələ də çıxa bilmirik. Mən həmişə misal çəkirəm ki, bizim daha belə təcrübəli illərin vəkili danışırdı ki, Litvada, yəni Avropanın inkişaf etmiş ölkələrində bir vəkil üçün sorğu verib sənəd almaq 2x2 olan bir məsələdir. Amma biz bu günlərin biz vəkillər olaraq belə hər hansı bir dövlət orqanına sorğu verəndə o sorğunu biz 30-40 gün gözləməliyik ki, amma biz vəkil yaxı, biz anında ora müdaxilə eləməliyik. Məsələn, mən həmişə vəkilliyi o cərrahi masada olan bir cərrahla müqayisə edirəm ki, o tibbi müdaxilə necə dərhal olmalı deyil, vəkilin müdaxiləsi də dərhal olmalıdır ki, o effektiv olsun. O uzandıqca məhkəmə süründürməçiliyinə səbəb olur. Yəni vəkillərin çıxışı daha rahat olmalıdır məsələlər. Azərbaycan vətəndaşlarının ədalət mühakiməsinə inamı qırılır, xaos yaranır. Yəni vəkillər müəyyən dərəcədə o xaosun qarşısını alan bəlkə də yeganə şəxslərdir ki, o xaotizmə gedən yolda müəyyən belə də yaxşılaşdırmalar edir ki, yəni vətəndaşın inamını geri qaytarsın. Yəni çünki ədalət olmayan yerdə sağlam belə deyək, cəmiyyət ola bilməz. Yəni ədalət təmin olunmadığı yerdə sağlam cəmiyyət ola bilməz. Bəli. Bir də Turan bəy, bir məsələ var da bizdə məsələn inanclarda ki, ev böyük oğula qalmalıdır, qız övladının payı yoxdur. Bu məsələlərin hüquqi payı varmı? Hüquqda bunlar necə qiymətləndirilir? Aydındır. Azərbaycan Respublikasının konstitusiyasına görə din dövlətdən ayrıdır. Həmin o stereotiplər əslində bizdə dindən gəlir. Çünki Qurani-Kərimdə qeyd olunur ki, yəni övlada daha çox pay düşür və tarixən artıq insanların beynində belə bir fikir formalaşıb. Amma qanunvericilikdə yəni qız övladı ilə oğlan övladı arasında qətiyyən fərq qoyulur. Eləcə də böyük övladla kiçik övlad arasında. Eləcə də bəli, böyük övladla kiçik övlad arasında heç bir fərq yoxdur. Hamısı bərabər hüquqlu. Bizdə adətən bacılar qardaşlara fədakarlıq eləyir. Deyir ki, mən evlənib getmişəm. Artıq mən ona görə də öz payımdan sənin qardaşımın xeyrinə imtina edirəm. Amma imtina etməyənə də pis baxırlar və o bacını digər bacılar da daşlayır, belə deyək. Amma əslində daşlamamalı. Niyə görə? Çünki atadan qalan miras payı o qadın boşana da bilər, o qadın həyat yoldaşı rəhmətə də gedə bilər, pis vəziyyətdə də qala bilər. Sabahlarım kim zəmanət verir ki, o qardaş o bacıya dəstək olacaq, yoxsa hansı bir qardaş, indi yaxşı qardaşlardan, yəni əksər qardaşlar öz bacısının taleyindən, çünki onun öz ailəsi var, yəni təbii ki, istisnalar var, istisnalar eləmirik, amma təbii ki, hərənin öz ailəsi, hərənin öz dərdi. Bəli, ona görə dedim ki, yəni yaxşı qardaşlardan iraq, yəni mən məhkəmə, çünki mən ancaq problem odaklıyam, ona görə, çünki mənim praktikamda ancaq mən adətən yaxşılıqları yox, daha çox o pis halları, negativ hallar bizim qabağımıza qarşımıza. Daha dramatik şeylər, ona görə bu cür yanaşırıq biz məsələyə. Demək ki, bütün problemlərin kökündə hüquqlarımızı bilməməkdir da həm də. Hüquqlarımızı bilsək, daha rahat həll eləmiş olaraq bu məsələləri. Bununla bağlı tövsiyələriniz nə olardı? Vərəsəliklə bağlı. Bax, bu miras da, vərəsəlik də elə Aynurun da dediyi kimi, insanlar özləri ümumiyyətlə məlumatlıdırmı ki, mən əminəm ki, bir çox hətta bölgələrdən də bizi izləyənlər var, Bakıdan da izləyənlər var. Biz böyük bir auditoriyaya müraciət edirik. Bəlkə də nə qədər xanımlar heç bilmirlər ki, əslində onların orada hüquqi cəhətdən payı var. Onlar düşünürlər ki, elə belə olur, qanunla da belədir. Yəni, maarifləndirmə tərəfi, məlumatlılıq səviyyəsi bu mövzular nə dərəcədədir sizcə? Məncə məlumatlandırma səviyyəsi olduqca aşağıdır və onun aşağı olması səbəbindən dolayı illər öncə, yəni 2023-cü ilə qədər 6 ay ərzində mirası qəbul edə bilərdin. O 6 aylıq müddəti ötürənlər şükür, bu günlərim artıq o Konstitusiya Məhkəməsinin qərarına ləğv olunub. Yəni 20 ildə keçsə, sən öz payından imtina etməmisənsə vərəsəsi. Amma 2023-ə qədər qayda fərqli idi. 6 ay ərzində sən qəbul etməlidir. Və qəbul etməyən vərəsə miras payından kənarda qalırdı. Bəlkə də xəbəri yoxdur ki, onun elə bir payı var. Bəli. Yəni buna görə də çox insanlar öz miras əmlakından məhrum olublar. Yəni sadə bir prosedurda 6 ay ərzində müraciət ilə notariusa ki, özünü tanıt ki, mən vərəsəyəm. Mən mirası qəbul edən şəxslərdən biriyəm. Mən atamın və yaxud da anamın övladıyam.
çoxsu eləmir, artıq 6 ay keçdiyi üçün müddət ötürülür. Müddət ötürüldüyü üçün o mütləq ki, o vərəsələrdən biri o evdə yaşayır və o evlə bağlı marağı var və o ona qalırdı. Yəni digər bacı, qardaş orada haqq sahibi ola bilmirdi. Və bir də o maarifləndirmə məsələsinə toxunub, bir məsələni qeyd etmək istəyirəm. Buyurun. Dünən bir vətəndaş mənə müraciət edir ki, bəs mənə bir dövlət xəstəxanasında, məndən ad çəkmirəm və s. heç bir şey, sadəcə deyirəm, məndən dövlət xəstəxanasında mənə deyirlər ki, bu xidmətlər pulludur hamısı və s. və ilə axır. Mən də baxdım, yəni ümumiyyətlə qanunvericiliyə də baxdım və digər məsələlərə də baxdım. Çünki onlar niyə görə qanunvericiliyə baxdım? O dedi ki, yox, biz dövlət xəstəxanası olsaq da bizdə fərqli, biz icbari sığortaya daxil deyilik və s. və ilə axır. Onu dəqiqləşdirdim. Səhiyyə Nazirliyinin qaynar xətti ilə də danışdım və s. Öyrəndim ki, tam pulsuzdur. Vətəndaşa, halbuki hər dəfə vətəndaş gedəndə orada ən azı 50-60 manat pulu çıxırdı. Yəni dövlət xəstəxanasında. Mən vətəndaşa hüquqlarını başa saldım. Vətəndaş heç bir dava şava etmədən qanunvericiliyi istinad edir ki, bu dövlət xəstəxanasıdır. Burada demək, xidmət tam pulsuz həyata keçirilir və bir kəlmə ona heç nə deyə bilməyiblər. Yəni adam deyiblər ki, hə, onda buyurun. Çünki hüququnu bilir və Bəli, hüququnu bilir və tələb edir. Mədəni forma. Bəli, mədəni formada. Düzdür, mənə dedi ki, biraz belə, mənə belə deyək də, biraz demagog kimi yanaşdılar. Mənə biraz belə şey baxdılar, amma hər bir xidmətdən mən pulsuz istifadə etdim. Dedim, bəli, siz dövlətə vergi verirsiniz. Bizim səhiyyəmizi, bizim dövlətimiz bizim üçün pulsuz edib. Lazım bilsəydi, pullu edərdi və elan verərdi ki, bu xidmətlər pulludur. Dövlət yəni vətəndaşına belə bir şərait yaradır. Şərait yaradır. Nəyə görə ondan sui-istifadə eləməlidir? Vətəndaş öz haqqını, hüququnu bilib tələb eləyirsə, çox da gözəl. İndi müəyyən həmin o vətəndaşlara sizin dediyiniz kimi kimsə öz aləmində necəsə baxa bilərsə, bu artıq vicdan məsələsidir. Vicdan məsələsidir. Biraz da dünya görüşü ilə bağlı bir məsələdir ki, insan haqqını tələb eləyir və yaxşı da eləyir. Bəli, bir də mən bir nüansı qeyd edəcəm. Bəzi vətəndaşlar elə bilir ki, yəni çox üzr istəyirəm sözümə görə, çünki el arasında belədir ki, vətəndaşlar bəzi insanlar hayasızlıqla haqqını tələb etməyə qarışdırırlar. Baxın, hansısa bir dövlət orqanına girib ixtişaş yaratmaq lazım deyil. Yəni orada belə deyək də, orada əməkdaşların işinə mane olmaq lazım deyil. Sadə bir dillə. Nə ki, mən Azərbaycan vətəndaşıyam, mən qanunu bilirəm, hüququmu bilirəm, konstitusiyon hüquqlarımı bilirəm. Mən gəlmişəm bura. Hüququmu tələb etmək istəyirəm. Baxın, burada bilməsən, mən gəlmişəm bura, haqqımı tələb eləmək. Pulsuz. Əgər desə ki, yox, bizdə pulludur xidmət, onda bilirsiniz nə deyirsiniz? Məni bu orqanın hüquqşünasına aparın və yaxud da rəhbərliyə aparın, mən rəhbərliklə görüşmək istəyirəm. Elə bu sözün özü onlar üçün qorxudur ki, rəhbərliyə gedir bu adam, 100% mənim işimlə bağlı mənə problem yaranacaq. Yəni orada hər hansı bir səs-küy salmaqla hüquqlarını bilmək, məsələn, mən gedirəm hər hansı bir idarədə, mən heç vaxt asan xidmətdə heç vaxt səs-küy qaldırmıram. Yəni hüququ tələb etməklə qanunu pozmaq, orada inzibati xətalar, xırda xuliqanlıq etmək başqa məsələdir. Hüququ tələb elə. Əgər görürsən ki, bu məsələ ixtişaşa gedir, çıxırsan oradan, gedirsən şikayəti verirsən. Elektron bu günlərim Səhiyyə Nazirliyinə də elektron şikayət eləmək olur. Asan imza vasitəsilə də, Sima rəqəmsal imza vasitəsilə. Və qaynar xət vasitəsilə. Bəli, qaynar xət vasitəsilə şikayət edirsən və bu öz nəticəsini verir. Vermədiyi hallarda da artıq peşəkar olaraq vəkilə müraciət etmək olar ki, daha yuxarı instansiyalara müraciət olunsun. Turan bəy, çox sağ olun. Çox maraqlı idi sizlə. Təşəkkür edirik. İnanırıq ki, baxan insanların çoxu məlumatlandılar, bilmədiklərini öyrəndilər. Çox sağ olun, uğurlar sizə. Vəkil Turan Abdullazadə bizim qonağımız idi. Minnətdarıq. Bəli, hörmətli tamaşaçılar, vərəsəlikdən, miras mədəniyyətindən danışırıq.